Salamlar dostlar. Bugünkü videomuzda Melon Sandbox'un ikinci bölümü olmalıdır. İkinci bölümünü çəkirəm. Bu video keçən videoma çox izlənmə gəlməyib, amma məncə ümid edirəm ki, bu videoma çox like, çox izlənmə məncə gələr. Yəni like gəlməsə də izlənmə gəlsə yaxşı olar. Hər nəysə biz videomuza çox uzatmadan başlayaq. Hər nəysə. Keçən dəfə də bunu öldürdüm. Aradan da 1-2 həftə keçib. Heç nə olmaz yəqin ki. Aha. Sən axarsan burada ben səni öldürməmişdim. Sən məni belə tez qurtula biləcəyini zənn edirsən. Hər nəysə. İndi buradan getsən yoxsa səni döyüm yenə. Sən mənə nə qara bilərsən ki? Sən mi? İndi bura gəlsən indi. Nə qarsan hə? Bacı görüm indi. Yavaş gel. Maşın dayan görmə maşın. İndi sən görərsən nə qaracam səni. Onu eləməyin bədəl bu olacaq. Səndən qisasımı alım, rahatlaşdım. Heç kim səni qurtara bilməz. Parçalara bölündün. Maşındakı adamı görən nə oldu indi? Maşındakı adamı çıxaraq, maşındakı adamı çıxaraq. Gecəsən biləm ki, ağrıyırsan. Öldürdüyümüz adam olacaq. Sən onu boş versən. Yaxşısınsa yetərdir bu. Bizə yetərdir, yəni bəs bu qədər. Hər nəysə. Gəlsən aparım xəstəxanaya, yəni başın zat hələ ki qaralsın, yəni yanıq zat izi durur. Gəlsən aparım gedək. Yavaş gedək onda, gəl. Xəstəxanada buradadır, hər nəysə. Salam. Xəstəmiz hansınızdır? Yəni xəstəmiz hansınızsınız bu, yoxsa bu? Yaxşı, siz əgər belə qaralıbsınızsa sizi yoxlamağa almalıyıq. Yoxlamaq da yəni bizi bir tərəfdən kəsmək lazımdır. Ona görə də bıçaq lazımdır. Gedib bıçağı həmən tezcə gətirməliyik. Sizi bayıltmalıyıq bir sözlə. Narkoz da vurulacaq, narahat olma. Bunu bayıltdıq, indi yoxlamaq lazımdır. İndi hər cürə, yəni bunu basıram. Bunu dayana bilməzdi bunun volt gücünə. Deyə yapışdı indi. İndi işləməyə başladı hələ. Xəstəmiz çox narahatdır. Yəni sümük zat qırılma yoxdur məncə. Yox, amma baş sümüyü biraz şeydir. Oynaq da. Baxaq da yəni. Qırıqsa taxılacaq, qırıq deyilsə taxılmayacaq. Qırıq olub olmadığından bilinəcək. Yox, qırıq yoxdur. Amma ayaq qırıldı çıxardığında belə texnika problemlər ola bilər. Hər nəysə.
xəstəmizin heç bir problemi yoxdur. İndi ayıltmaq lazımdır. Ya ayıltmaq lazımdır, ya da can vermək lazımdır. Amma bizim əlimizdə ayıltmaq var. Can da vermək. Can verməklə ayıltmağın ilə qarşımıdır bu. Qalxdı. Hə, bəli. Gedə bilərsiniz. Borcumuz nə qədərdir? Ayağım batdı. Borcunuz belə 10 dolar versəz bəsdir. Yaxşı. Pul tapım. Hə, pulu götür. Çox sağ olun. Artıq qalxsa da yəni cibinizə qoyun. Halal xoş olsun. Çox sağ olun. Sağ olun. Bu işi də həll elədik. Çox sağ olun bu işdə kömək elədiyin üçün. Sən də sağ ol. Amma bunun ölçüsünü kimsə tapsa, bizim üstümüzdə barmaq izi, təkər izi olsa, neyse sən heç gözünə də amma parçalanlar, düzələr də, yəni sənin heç bir şey yoxdur. Həm də ki, maşın uzaqdadır, maşını uzağa tulladım. Çox uzağa tulladıq. Yox elədik bir sözdən, heç kim tapa bilməz. Hə, onda. Amma bu işdə bir şey olsa, mən sən məni, yəni, sən cavab deyirsən, səni şey deyirəm. Heç nə olmaz. Nəsə də olsa mən problemi həll edərəm. Amma artıq polis desələr heç cürə verəmərəm. Nə verəmərəm? Verərsən də elə. Yaxşı. Bir də eləmərəm. Yaxşı eləmərəm. Hə, yaxşı. Burada pulun problemi olsa mənlik deyil. Yəni sağ ol. Yaxşı, başım ağrıdı. Neyse. Bunu da həll elədik. Biz də gedək işimizə baxaq. Amma yaxşı da elədim ha. Belə intiqam alarım, qisas da alarım belə. Hər nəsə dostlar, bugünkü videomuzda bəyəndinizsə bəyənin, xoşladınızsa hər nəysə. Bu 3-cü bölümü sizə nətər olsun, yəni nə üstündə olsun, yəni əgər fikirləriniz varsa yoruma yazın. Mən də yəni bu fikirlərdən irəli çıxaraq eləyərəm, ya da yəni yorum atmazlarsanızsa özüm eləyərəm, hər nəysə. Sağ olun dostlar, mən də hər nəysə, mən də 3-cü serisini bir düşünərəm sonra. Uzun bir zaman sonra çəkməyi düşünürəm, yəni bir həftə sonra. Amma hər nəysə. Sağ olun dostlar. Özünüzə yaxşı baxın, sağ olun.